Hər birinizə salam. Bugün gəlin birlikdə geoloji detektiv olaq və çox köhnə bir işin, milyar illik bir sirrin izinə düşək. Hadisə yerimiz Manitoba ştatındakı Cool Rapids. İlk baxışdan bura çox sakit bir yerə oxşuyur, elə deyilmi? Amma aldanmayın. Bu qayalar əslində bizə inanılmaz bir şiddət hekayəsi pıçıldayır və eyni zamanda böyük sərvətlərin necə yarandığının da hekayəsini. Yaxşı, bəs bu sirri necə açacaq? Əlbəttə ki, hər bir yaxşı dedektiv kimi sübutları toplayaraq. Bilirsiniz, buradakı hər bir qat, hər bir çat, hətta ən kiçik qırışıq belə bizə bir ipucu verir. Gəlin işə başlayaq. İlk addımımız geridə qalan dəlilləri incələməkdir. Və bu dəlillər bizi bu hekayənin iki əsas iştirakçısı, yəni iki fərqli qaya ailəsi ilə tanış edəcək. Deməli, geoloqlar burada iki əsas qrup ayırd ediblər. Birincisi çox qədim, bərk bir bünövrə, sanki evin təməli kimi. İkincisi isə bunun üstünə zamanla yığılan daha cavan qatlar. Bu qatlar vulkanlardan, çöküntülərdən yaranıb. Əvvəlcə hər şey sadə görünür, elə deyilmi? Biri o birinin üstündə, amma hekayə əslində heç də bu qədər sadə deyil. Əsl maraqlı hissə isə bundan sonra başlayır. Hekayənin belə demək olarsa ən gərgin anları. Məhz bu nöqtədə ağlasığmaz qüvvələr işə qarışır və bu qatları sanki bir kağız parçası kimi əyib bükməyə başlayır. Baxın, biz bu heyrətamiz qırışıqları görürük. Bunlar əslində geoloji yaralardır. Qitələrin bir-biri ilə ağlasığmaz bir güclə toqquşmasından qalan izlər. Gözünüzün önünə gətirin. İki nəhəng quru parçası bir-birinə çırpılır və aradakı qayaları sanki bir əski kimi sıxır. Və bilin ki, bu yaralar sadəcə keçmişin bir xatirəsi deyil, eyni zamanda gələcəyin sərvətlərinin gizləndiyi bir xəritədir. Amma gözləyin, hekayə bitmədi. Başqa bir ipucu dəsti də var. Müdaxiləçilər, yəni bütün bu qatları kəsib, keçən, aralarına soxulan daha cavan qayalar. Bax bu, zaman ardıcıllığını anlamaq üçün bizə əsl açar verir. Çünki məntiqlə bu müdaxiləçilər bütün o əyilmə-bükülmədən sonra gəlmiş olmalılar. Yaxşı, əlimizdə bir-birinə qarışmış bir sürü dəlil var. Bəs biz hadisələrin düzgün ardıcıllığını necə müəyyən edirik? Necə bilirik ki, hansı hadisə əvvəl, hansı sonra olub? Cavab, əslində bir neçə sadə, amma fundamental geoloji prinsipdə gizlənir. Geoloqların əlində demək olar ki, bir məntiq tapmacası kimi işləyən qızıl bir qayda var. Çox sadədir. Əgər bir geoloji element digərini kəsirsə, deməli, kəsən şey kəsiləndən daha cavandır. Vəssalam. Bax, bu bizim detektiv araşdırmamızın əsas qaydasıdır. Okey, gəlin bu qaydanı bir sınaqdan keçirək. Bu şəklə diqqətlə baxın. Sizcə, hansı qaya daha gəncdir? Tünd rəngli qat-qat olan, yoxsa onu kəsib keçən açıq rəngli olan? Qaydanı xatırlayın, kəsən yoxsa kəsilən? Əlbəttə ki, cavab açıq rəngli qayadır. Çünki o, artıq orada olan tünd qatların arasından keçir, onları kəsir. Bax, bu sadə məntiq bizə hadisələrin əvvəl və sonrasını, yəni nisbi ardıcıllığını qurmağa kömək edir. Amma dəqiq tarixləri, rəqəmləri bilmək üçün daha dərinə inməliyik. Bəs dəqiq tarixləri necə tapırıq? Bunun üçün alimlər təbiətin özünün yaratdığı bir atom saatından istifadə edirlər. Bu saat sirkon adlanan kiçik kristalların içində gizlənib. Məsələ ondadır ki, bu kristalların içindəki uran çox sabit, dəyişməz bir sürətlə quruşuna çevrilir. Bu da onu milyarlarla illik hadisələri ölçmək üçün mükəmməl bir vasitəyə, bir növ geoloji xronometrə çevirir. Məsələn, məhz bu metodla biz bilirik ki, Cool Rapids'dəki o nəhəng qitə toqquşması təxminən 2,68 milyard il əvvəl baş verib. Fikir verin, bu artıq bir fərziyə, bir təxmin deyil. Bu, daşın özünün içində yazılmış dəqiq bir tarixdir. Artıq əlimizdə bütün alətlər var. Həm hadisələrin ardıcıllığını bilirik, həm də dəqiq tarixləri. İndi, nəhayət, bütün bunları birləşdirib, Cool Rapids'in tam hekayəsini başdan sona canlandıra bilərik. Yaxşı, bəs bütün bu ipucuları birləşəndə ortaya hansı hekayə çıxır? Bu milyardlarla illik geoloji dram bizə nələri danışır? Hekayə belədir. Hər şey 3 milyard ildən də əvvəl başlayır, qədim bir kontinental bünövrə yaranır. Sonra təxminən 2,7 milyard il əvvəl vulkanlar püskürür, çöküntülər yığılır. Bu bünövrənin üstündə yeni bir qat əmələ gəlir və sonra böyük toqquşma baş verir. Təxminən 2,68 milyard il əvvəl nəhəng bir kontinental toqquşma hər şeyi sıxır, əyir, dağlar yaradır. Amma hekayə bununla bitmir. Milyonlarla il sonra, təxminən 2,1 milyard il əvvəl yer qabığı bu dəfə aralanmağa başlayır və çatların arasına tünd rəngli maqma dolur. Və nəhayət,
Təxminən 1,8 milyard il əvvəl ikinci, son bir toqquşma baş verir və bütün bu mənzərəyə son cizgilərini əlavə edir. Dəhşətli bir tarixçədir, elə deyilmi? Yaxşı, bütün bunları bildik. Bəs əsas sual, bütün bu milyard illik hekayənin bugün bizə nə faydası var? Niyə bu qədim sirri həll etmək bu qədər vacibdir? Cavab isə sadəcə akademik maraqdan çox-çox kənara çıxır. Çünki məsələ ondadır ki, məhz bu qədim toqquşma zonaları, o geoloji tikişlər var ha, bax onlar dünyanın ən qiymətli mineral yataqlarının gizləndiyi yerlərdir. Söhbət nikel, mis, qızıldan gedir, platin qrupu elementlərindən, hətta almazdan gedir. Yəni o qədim yaralar əslində müasir dünyamızı ayaqda saxlayan xəzinələrin anbarıdır. Beləliklə, bu dərin geoloji tarixi başa düşmək, əslində müasir iqtisadiyyatımız üçün kritik əhəmiyyətli resursları harada axtarmalı olduğumuzu göstərən bir yol xəritəsidir. Biz qayaların hekayəsini oxuyaraq sadəcə keçmişi öyrənmirik, eyni zamanda gələcəyimizin sərvətlərini də kəşf edirik. Və bütün bunlar bir daha onu göstərir ki, ən sakit, ən ucqar görünən bir mənzərə belə əslində planetimizin yaranışı haqqında nə qədər dərin hekayələr gizlədə bilər. Bu gördüyümüz qayalar sadəcə cansız daş parçaları deyil. Onlar sözün əsl mənasında planetimizin avtobiografiyasının səhifələridir. Bu da insanı istər-istəməz düşündürür. Görəsən, elə indi bizim öz ayaqlarımızın altında yaşadığımız şəhərlərin dərinliklərində hansı epik od və təzyiq hekayələri yatır? Hansı sirlər öz kəşfini gözləyir? Bəlkə də növbəti böyük hekayə elə bizim düşündüyümüzdən də yaxındır.